Seyredək bağı çəməni, seyredək yar. Gördüyünüz bu gözəl bənövşəyi mənzərə lavanta bağıdır. Artıq 2 ildir ki, Naxçıvanda da salınan bu bağ göz oxşayan görüntüsü və gözəl ətri ilə diqqət çəkir. Burada yetişdirilən hər bir lavanta sadəcə estetik məqsədlə deyil, eyni zamanda müxtəlif sahələrdə istifadə üçün də becərilir. Elmi Tədqiqat İnstitutu tərəfindən gətirilərək əvəzsiz olaraq Bolqarıstandan getmiş və Elmi Tədqiqat İnstitutuna verilmişdir və ilk dəfə olaraq tədqiqatı Muxtar Respublikada Elmi Tədqiqat İnstitutunun əkin sahələrində aparılmışdır. Hazırda 0,6 hektar sahədə əkin aparılmışdır. Çox qulluq tələb edən bitkidir. Bitkinin vegetativ yolla çoxaldılaraq Elmi Tədqiqat İnstitutu tərəfindən 1 hektar sahəyə çatdırılması nəzərdə tutulur. Əsas vətəni Aralıq dəniz sahilləri olan lavanda artıq Naxçıvan torpağına da uyğunlaşıb. Bu bitki arıçılığa da xüsusi töhfə verməsi və zəngin nektarı sayəsində yüksək keyfiyyətli balın əldə olunmasına əlverişli şərait yaradır. Eləcə də fermerlər üçün gəlir gətirə biləcək perspektivli bitkilərdən hesab olunur. Lavandanı sadəcə gördüyünüz bu xüsusi bağlarda deyil, eyni zamanda öz həyətinizdə də becərə bilərsiniz. Həm qoxusu, həm görüntüsü, həm də faydası ilə seçilən bu bitkinin becərilməsinə maraq göstərən vətəndaşlara da xüsusi dəstək göstərilir. Bizə müraciət edən hal-hazırda vətəndaşlar mövcuddur ki, öz həyətlərində və yaxud balaca bir ərazidə becərmək istəyirlər və biz bunları təşviq edə bilirik. Mümkündür həyətdə becərilməsi. Muxtar Respublikanın digər rayonlarında da, regionlarında da bunu genişləndirə bilərik. Bu da maraqlı olan fermerlərə və kəndlərə tövsiyə və təşviq xarakterli köməklik göstərə bilərik. Hər açan lavanda çiçəyi təkcə təbiətə rəng qatmır. Bu dəyərli bitki efir yağları ilə zəngin olduğundan tibb və aromaterapiyada da geniş istifadə olunur. Bitkinin tərkibində efir yağları ilə zəngindir ki, bu efir yağları dermatologiyada, parfümeriyada, sənaye və xalq təbliğatı əhəmiyyətli sahələrdə istifadə olunur. Eyni zamanda bitki həm dermatologiyadan, parfümeriyada istifadə olunduğu kimi, həm də antidepressandır. Əsəb sakitləşdirici, yuxu gətirici bitki kimi istifadə olunur. Belə ki, bitkinin qurudulmuşuna həm çay dəmləməsində, həm otaqların havasının dəyişdirilməsində və antidepressan kimi depressiya xəstəliklərində istifadə olunur. Zərif ətri, bənövşəyi rəngi və şəfalı xüsusiyyətlərlə seçilən lavanda həm təbiətə, həm də insan həyatına xüsusi dəyər qatır. Göz oxşayan görünüşü və çoxşaxəli istifadəsi ilə bu dəyərli bitki artıq Naxçıvanda da özünə məxsus yer tutmaqdadır. Pərvin Səfərzadə, Nifti İbrahimov, Rafət Kərimov, NTV Xəbər.